Nərimanov rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunan tədbir keçirilib. İlk olaraq dövlət himni səsləndirilib. Rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qurtuluş gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbiri giriş nitqi ilə Nərimanov rayon icra başçısı Elgin Həbubullayev açıb. O, 15 iyun tarixinin Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Burada bir dənə önəmli məsələ də var. Biz hamımız bilirik ki, biz geosiyasət baxımından necə mürəkkəb bir ərazidə yerləşirik. Bilirik ki, necə mürəkkəb bir dövrdə yaşayırıq. Və belə bir dövrdə, belə bir zamanda Azərbaycan dünyada çox az ölkələrdəndir ki, müstəqil subyekt kimi çıxış edə bilir. Bu, möhtərəm cənab prezidentin pragmatik, transformativ siyasətinin nəticəsidir. Və biz bugün olan uğurlarımızı görməli, keçmişimizdən nəticə çıxartmalı və irəliyə getməliyik. Tədbirdə çıxış edən əməkdar elm xadimi Professor Şahlar Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyun ayının 9-da Bakıya qayıdarkən ölkədə gərginlik, siyasi, hərbi qarşıdurma son həddə çatmışdı. Bu ağır günlərdə xalqın güvənc yeri Ulu Öndər Heydər Əliyev oldu. Hələ Heydər Əliyev Azərbaycana böyük torpağa gəlməmişdən qabaq Naxçıvanda olanda 91-lərin məktubuna cavab yazdı. Həmin cavabda belə bir cümlə işlətmişdi. Əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, ən kiçik məmləkətlər belə böyük dövlətlər qədər qüdrətli olar. Digər çıxış edənlər Ulu Öndər siyasətinin Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini bildiriblər. Tədbir bədii hissə ilə davam edib. Maraqlı musiqi kompozisiyaları səsləndirilib.